Hashimoto tiroiditi. Bu bir çoxlarının vahiməsinə səbəb olur. Ona görə də mən Ayşən doktor bugün kanalımda bu haqqda danışmaq istəyirəm. Hashimoto tiroiditi eşitdiyimiz qədər qorxuludurmu? Ümumiyyətlə nədir bu Hashimoto tiroiditi? Hashimoto tiroiditi qalxanvari vəzin autoimmun iltihab xəstəliyidir və onu kəşf edən, onu ilk aşkarlayan alimin adına, familiyasına uyğun olaraq Hashimoto tiroiditi olaraq adlandırılır. Hashimoto tiroiditi zamanı baş verən hadisəni qısaca izah etmək istəyirəm. Orqanizmdə immun sisteminin qeyri-düzgün aktivləşməsi nəticəsində bədən öz orqanını zədələməyə doğru olan əsgərlər, antijisimciklər ifraz etməyə başlayır və bu əsgərlər bizim tiroid vəzimizi hədəf seçərək tamamilə onu zədələyənə qədər mübarizəni davam etdirir. Bu proses illərlə davam edir və adətən 3 mərhələdən ibarətdir. Birinci mərhələdə zəhərli zob əlamətləri başlayır. Pasiyentdə arıqlama, əsəbilik, gözlərdə bərəlmə, tərləmə, təzyiqin yüksəlməsi kimi əlamətlər olmağa başlayır. Endokrinoloqa bu dövrdə adətən müraciət edirlər və yaxud çox zaman saydığım şikayətlərlə kardioloqlara yaxınlaşırlar. Bu dövr adətən keçərək sakitlik eutiroid dövrünə keçir. Yəni hormonal status sabitləşir, pasiyent özünü rahat hiss edir, bir şikayəti də olmur. Bir müddət sonra proses genişlənərsə, proses artarsa, hipotireoz, yəni tənbəl zob fazasına keçir. Bu fazada artıq pasiyentə əvəzedici hormonal terapiya ilə müalicə başlayırıq. Hashimoto tiroiditi əgər heç bir düyün aşkarlanmazsa, ciddi bir xəstəlik deyil. Hormonal statusun tənzimlənməsi, davamlı rutin kontrolları aksatmamaqla həkim qəbulunda olarsınızsa və lazım olan dərmanlarınızı qəbul edərsinizsə, sadəcə sizinlə yaşayan bir xoş olmayan bir qonşuya bənzəyir, ömür boyu sizi müşahidə edir və dərmanınızı regular olaraq içərək kontrollarınızı tələb edir. Yox, əgər pasiyentdə yanaşı həm də düyün varsa, qalxanvari vəzi artıq həkimin nəzarəti altında olmalıdır. Düyün ehtiyac olduğu təqdirdə incə iynə aspirasiya biopsiya aparılmalıdır və bundan sonra da düyünün idarə olmasına düzgün endokrinoloq nəzarət etməlidir. Buna görə də hər pasiyent həyəcanla Hashimoto tiroiditimi deyə narahat olmasın. Bu sadəcə qalxanvari vəzi xəstəliklərinin bir növüdür və düzgün kontrol altında problemsiz ömür boyu rahat yaşaya bilərsiniz. Özünüzə yaxşı baxın. Bu videonu Hashimoto tiroiditimi deyə həyəcanlanan dost tanışlarınıza göndərməyi unutmayın. Sağ olun.